Belə bu günlərdə xanım Xədicənin vəfat günləridir. Xanım Xədicə barədə zəhmət olmasa bir məlumat verərsiniz. Xanım Xədicə salamullah əleyha Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmin buyurduğu kimi 4 kamilliyə yetişən xanımlar arasındadır. Və ən fəzilətli xanımlar, ən fəzilətli insanlar həmən bu 4 nəfərdir ki, onlardan biri xanım Xədicə salamullah əleyhadır. Xanım Xədicənin o uca məqamı üçün kifayətdir ki, o dünya xanımlarının xanımı Həzrəti xanım Fatimə Zəhra salamullah əleyhanın anasıdır. Onu dünyaya bəxş eləyən anadır. Xanım Xədicə barədə bəzi məlumatlar var ki, o məlumatları mən doğru hesab eləmirəm. Xüsusilə də onun Peyğəmbər salavatullah əleyh və aleyhdən yaşda həddindən artıq böyük olması, yəni təqribən deyilənlərə görə 15 yaş Peyğəmbər salavatıllahdan böyük olub. Təəssüflər olsun ki, xanım Xədicə salamullah əleyhanın yaşı barəsində tarixdə ixtilaf çoxdur. Məsələn, Peyğəmbər salavatullah əleyh və aleyhlə ailə quranda eyni yaşda idilər. Yəni, bu da var tarixdə. Yəni, samballı tarixlərdə var. Yəni, bu, məsələn, bir tarixdə və yaxud sayılmayan kitablarda deyil. Yəni, kim istəsə, mən onun sənədlərini də göstərirəm, səhifəsini də göstərirəm. Və bir tarixlərdə, bəzi tarixlərdə də var ki, xanım Xədicə salamullah əleyhanın ailə quranda Həzrəti Rasulullah salavatullah əleyh və aleyhlə 28 yaşı vardı. Yəni, o belə çıxır ki, 3 yaş böyük olur Peyğəmbər sallallahu və 40 yaş olması da var. Yəni, 15 yaş böyük olması da var. Amma maraqlıdır ki, hər hansı bir ixtilaf olanda adətən görürsən ki, alimlər bir tarixi də seçər, onu da seçən olar və yaxud ən azından deyərlər ki, tarixlərdə bu da gəlib, o da gəlib, bu da gəlib. Məsələn, mən rəyim bunadır, məsələn. Amma sanki bu məsələ, o ərəb demişkən məfruğ əndur. Yəni, sadəcə sanki bu məsələ qutarıb artıq, hamı razılaşıb ki, xanım Xədicə Peyğəmbər salavatullah əleyh və aleyhlə ailə quranda elə 40 yaşı var idi. Yəni, bunu sanki hamı razılaşıb bununla. Nə üçün? Yəni, niyə razılaşmalıyıq buna? Əlbəttə, bunun bəzi səbəbləri var. O səbəblərdən biri kimlərinsə xanım Xədicəyə qısqanclığıdır ki, var gücü ilə çalışırlar ki, onu yaşda böyük eləsinlər, onu qocatsınlar, onu Peyğəmbər salavatullah əleyh və aleyhlə ailə quranda dul qadın kimi göstərsinlər. Və bütün bu tarixləri düzdür, bizim böyük tarixçilərimiz də, bizim bəzi alimlərimiz də bunu öz kitablarında, məsələn, adını da çəkim Şeyx Abbas Quminin Müntəhəl Amalında da o rəyi budur. Amma hər nə olursa olsun, biz tarixi araşdırma aparanda görürük ki, xanımın 40 yaş olmaq, yəni Həzrəti Rəsulullahdan 15 yaş böyük olma məsələsi yanlış məsələdir. Bir neçə səbəbə görə. Birincisi, bütün tarixlər bunu yekdilliklə qəbul edirlər ki, xanım Xədicəyə irad tutdular ki, sən Əbu Talibin yetimi ilə evləndin, o qədər əşrafları qoydun, yəni tanınmış şəxsiyyətlər sən üçün elçilik elədi, sən onlara getmədin, sən yetimə getdin. Amma heç kəs demədi ki, sən özündən uşağa getdin. Bunu heç kəs irad eləmədi. Məsələn, istər indiki zamanda, istər o zamanda 15 yaş özündən balaca bir kişi ilə evlənmək, oğlanla evlənmək, istər istəməz bu cəmiyyətdə müəyyən qədər məzəmmət olunar. Amma bu məzəmməti heç kəs xanım Xədicə eləmədi. Bunu heç bir tarix yazmadı ki, kimsə xanıma deyib ki, sən özündən 15 yaş kiçi ilə niyə evləndin, məsələn, və yaxud. Bu bir dəlildir. İkincisi, xanım Xədicə Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmlə ailə qurandan 20 il sonra xanım Zəhra dünyaya gəlib. Yəni, bu da ortaq fikirdir. Çünki xanım Fatimə Zəhra salamullah aleyha Beysətdən 5 il sonra, yəni Peyğəmbərlik əmrindən sonra, Quran nazil olunandan 5 il sonra dünyaya gəlib. O zaman da Peyğəmbər salavatullahın olub 45 yaşı. Onların deməyi ilə düşüyor, onda xanım Xədicənin olub 60 yaşı. 60 yaşında qadın dünyaya övlad gətirər. Amma o möcüzə olar artıq. Bu möcüzə də həmişə yazılmalıdır. Amma niyə heç bir tarixçi yazmadı ki,
xanım Fatimə-i Zəhraya, xanım Xədicə hamilə olanda bu möcüzə ilə oldu. Zəkəriyyə peyğəmbərin qoca yaşında övladı oldu, Quran belə yazdı onu. İbrahim peyğəmbərin yaşlı vaxtında, xanımı yaşlı vaxtında övladı oldu, Quran belə yazdı o möcüzəni. Necə baş oldu ki, Peyğəmbər salavatıllahın qızı xanım Fatimə Zəhra salamullah aleyhanın dünyaya gəlişində heç kəs bunu yazmadı ki, görün nə qədər fəziləti var ki, xanım Fatimə Zəhranın, xanım Xədicə 60 yaşında olanda Allah möcüzə olaraq ona övlad verdi. Niyə bu yazılmadı? Və bunun kimi çoxlu məsələlər bizə başa salır ki, yəni yəqinə çatdırır bizi bir növ, xatircəm eləyir ən azından ki, bu tarixlər yalandır. Xanım Xədicə salamullah aleyha Peyğəmbər salavatıllahın elə həm yaşıd olublar və onlar ailə qurublar Həzrəti Rəsulullahla və Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləm yenə də xanım Xədicənin bir uca məqamına bu dəlalət edir ki, o həyatda olan müddətdə Peyğəmbər salavatullah aleyhi və alihi heç bir xanımla ailə qurub. Yəni, bütün Peyğəmbərin xanımları ki var, onlar xanım Xədicə vəfat eləyəndən sonradır. Xanım Xədicə həyatda olan müddətcə Peyğəmbər necə ki, xanım Fatimə Zəhra nə qədər ki, həyatdadır, Həzrəti Əleyhisselam heç bir xanımla ailə qurmayıb. Xanım Xədicə salamullah aleyha da həyatda olan müddətcə Həzrəti Rəsulullah sallallahu aleyhi və aleyh heç bir qadınla ailə qurmayıb. Bu da onun bir özəlliyinə dəlalət edir, bir üstünlüyünə dəlalət edir. Və Peyğəmbər salavatullah xanım Xədicədən sonra 10 il yaşayıb. Və həmən 10 il müddətində elə gün olmayıb ki, xanım Xədicəni yad eləməsin. Hətta qurban kəsərdi xanım Həzrəti Rəsulullah, o qurbandan xüsusi pay ayırardı ki, xanım Xədicənin rəfiqələri üçün. Soruşanda ki, ya Rəsulullah, bu nəyə görə? Deyərdi ki, iclalən və ehtiramən li Xədicə salamullah aleyh. Deyərdi, xanım Xədicəyə hörmət əlaməti olaraq onun rəfiqələri mən yad edeyim. Və hətta bəziləri xanımlar irad elədilər Peyğəmbər salavatullah aleyh və aleyhə ki, Allah ondan da sənə yaxşıların əta eləyib ondan sonra. Yenə də onu yad eləyirsən, Peyğəmbər salavatullah buyurdu ki, Allah mənə ondan yaxşısını əta eləmədi. O ən yaxşılardan idi. Çünki insanlar məni təksib edəndə o məni təsdiq elədi. İnsanlar məni rədd eləyəndə, tərk eləyəndə o məni qəbul elədi. Yəni daha doğrusu dinimi qəbul elədi. Və o bütün malı, nəyi vardısa onu İslam yolunda, Allah yolunda Peyğəmbər salavatullah aleyh və aleyhin ixtiyarında qoydu. Və bu fədakarlıq da xanım Xədicənin salamullah aleyhanın yenə də başqa bir üstünlüyünə dəlalət edir ki, İslamın o çətin anında, o çətin zamanında, ümumiyyətlə, İslamda belə bir qayda var, çətinlikdə olan ibadət daha üstündür, çətinlikdə olan yaxşılıq daha üstündür. Məsələn, bir var ki, müsəlmanların rifah halıdır, imkanlı insanlar çox və yaxud elə müsəlmanların vəziyyəti yaxşı, orada səxavətin o qədər də qiyməti yoxdur. Çünki hamında yaxşıdır vəziyyət. Amma çətin vəziyyətdə sən durasan, sinəvi qabağa verəsən, malından keçəsən və yaxud canından keçəsən, o insanlar arasında da belədir. Məsələn, bir adam sən çətin olan zamanda sənə elədiyi köməkliklə, sən rifah halında olanda sənə elədiyi köməklik bərabər deyir. Sən ona bərabər baxmırsan. Elə Quran-ı Kərim də özü buna işarə edir ki, hicrətdən qabaq iman gətirənlərlə hicrətdən sonra iman gətirənlər bərabərdirlər. Heç vaxt bərabər ola bilməzlər. Çünki hicrətdən qabaq iman gətirənlər daha İslam onda zəif idi. Orada ümumiyyətlə bir təmənna güdmək olmazdı. Çünki o qədər zəif idi ki, nə təmənna? Oradanca candan keçər, oradanca fədakarlıq tələb olunur. Amma İslam qüdrət tapandan sonra orada ehtimal var. Kimsə gəlsə təmanniyə görə gəlsin, kimsə gəlsə mövqeyə görə gəlsin, kimsə gəlsə və s. Ona görə hicrətdən qabaq iman gətirənlə hicrətdən sonra iman gətirən bərabər ola bilməz. Çətinlikdə kömək eləyənlə rifah halında, bolluq halında kömək eləyən bərabər ola bilməz. Ona görə xanım Xədicə salamullah aleyha İslamın və Peyğəmbər salavatullah aleyh və aleyhin çətin anında, Şeybə Əbu Talibdə mühasirədə olanda, müsəlmanlar min cür əziyyətlə hicrət eləyib Həbəşə gedəndə ki, Məkkədə yalnız Şeybə Əbu Talibə sığınmışdılar bir dəstə müsəlman, bir ovuc müsəlman. Həmən anda Peyğəmbər salavatullah aleyh və aleyhin yanında durmaq, ona təsəlli olmaq, onun üçün canından keçməyə hazır olmaq və elə ona görədir ki, o dünyasını dəyişəndə düzdür, Əbu Talib də Peyğəmbər sallallahu əmisi də
Allahın salamı olsun ona. Əbu Talib də həmən ili, eyni ildə dünyalarını dəyişdi. Təsəvvür elə bu iki nəfərin dünyasını dəyişməyin Peyğəmbər sallallahu o bir ili hüzn ili adlandırdı. Hüzn ili. Bu da elə gözəl cavabdır. Bəziləri deyəndə ki, bir il yas saxlama İslamda yoxdur filan da. Onlara çox gözəl cavabdır ki, Peyğəmbər sallallahu əleyhi və aleyh hüzn ili, il neçə gündən ibarətdir ki? İl 3 gündən, 5 gündən ibarətdir. Və bu da tarixdə məşhurdur ki, həmən il, yəni hicrətin sonu, hicrətdən qabaqki sonuncu il adlanır, hüzn ili adlanır. Və səbəbi də nədir? Səbəbi odur ki, çünki həmən ildə xanım Xədicə və Əbu Talib dünyasını dəyişib. Və bütün bunlar, bu saydıqlarımız və saymadıqlarımız dəlalət edir xanım Xədicə salamullah əleyhanın böyük məqamına dəlalət edir, onun üstünlüyünə dəlalət edir. Və bu əvvəldə dediyim kimi Peyğəmbər sallallahu əleyhi və aleyh buyurdu ki, kişilərdən kamilliyə çatan çox olub, qadınlardan isə yalnız 4 nəfər çatıb bu məqama. Əlbəttə, burada kamillik deyəndə məqsəd burada iman deyir, yəni möminlik məqamı deyir. Möminlik məqamı deyir. Burada Peyğəmbərlərdən söhbət gedir, yəni o dərəcəyə yüksəlmədən söhbət gedir. Ona görə deyir ki, kişilərdən çox olub. Yəni bəziləri kişilər elə bilir ki, bu hədis onları tərifləyir, yox. Peyğəmbərlərin tərifidir bu hədis. Ki bütün peyğəmbərlər 124 min peyğəmbər Allahın salamı olsun onlara hamısı kişilərdən olduğuna görə Peyğəmbər sallallahu əleyhi və aleyh buyurur ki, kişilərdən kamilliyə çatan çox olub, amma qadınlardan 4 nəfər həmən məqama çatıblar. Peyğəmbər olmayıblar, amma o məqama yetişiblər, o kamilliyə yüksəliblər. Onlar kimlərdir? Onlardan biri Asiya idi. Fironun həyat yoldaşı Asiya xanımdır. Onlardan biri Həzrəti Məryəmdir, İsa'nın anası. Üçüncüsü xanım Xədicədir, salamullah əleyha və dördüncü isə xanım Fatimə Zəhra, salamullah əleyhadır.